Necədir? Yenə başladı ha insan. Mən səndən dalaşmaq istəmirəm. Bezmişəm, başa düşürsən? Kişi sənindir sən, hə? Yo, bir dənə kişi var, o da sənsən. Söhbətin var mənlə həll elə də, hə? Gah qardaşımı aparsan, gah atamı aparsan, sən mənə duxun satmır, hə? Elə? Bəs sən kişisən, mən olmayanda gedib mənim obyektimi götürürsən, hə? O sən elədiklərə cavab idi. Bu da sənin elədiklərinə cavabdır. Cavit, denən kişini buraxsınlar. Nə sözün var mənlə həll eləyək? Birinci, zəhmət olmasa əlvi yığışdırırdı. Əlvi çək. Ay sağ ol, vaxt belə görsən danışanda insan kimi anlaşa bilirik. Cavit, eşitirsən məni. Zəng edən o kişini buraxsınlar. Ayda, sən ya məni başa düşmürsən, ya da başa düşmək istəmirsən. Mən istəmirəm, mən səndən dalaşmaq istəmirəm. Başa düşürsən? Deyirəm ki, bu məsələni həll eləməyin məndə çox möhtəşəm yolları var. Budur həll yolu, hə? Arvad iş görmək. Arvad? Nə arvad, hə? Kişilik deyə bu. Sən elə bilsən, indi adam qaçırmaq asandır, hər tərəf kamera deyə. Özüm ölüm. Nə istəyirsən indi? Nə istəyirəm? İstəyim əslində çox sadədir. Mənim olanı mənə qaytarırsan, söhbət də bağlanır. Necə fikirdir? Kimin adamısan sən? Kimə işləyirsən? Ha? Eşitmirsən məni? Mənə deyilib danışma. Amma elədiyin kişilikdən deyil, onu biləsən. Zabidin adamısan? Hər kimin adamıyam. Niyə belə eləyir? Obyektini oğlum əlindən alıb deyən belə eləyir. Sualıma cavab verə, gözümü döymə. Ağsaqqal danışma da, bezdirirsən adamı. Mən sənə bir söz deyim. De. Tural onsuz da razı olmayacaq. Razı olsa da inandırım ki, mən imkan verməyəcəm. Ölmək istəyirsən deyəsən. Sən öldürəcəksən məni, hə? Mənə öldür desələr öldürərəm. Ay. Fərqi yoxdur. Dədə, elə. Yana adam öldürmək sənin ötərinə də belə rahatdır. Elə bir düzə baş kəsirsən. Ağsaqqal, yorursan məni. Qaysa bir söz də deyim. Bu bağladığın kəndir var ha, əleyhim, ayağım. Bunlar açılacaq, inan. Mən səni inandım. Açılandan sonra ilk gördüyüm iş bilsən nə olacaq? Bilmək istəyirsən? Bilmək istəyirsən yoxsa yox? De. Bax, ilk işim sənin o əyri çənəni qırmaq olacaq. Gülməlidir, eləmi? Allah güldürsün səni. Gül, gül. Hələ gülən vaxtında, gül. Kimə ilişdiyini bilmirsən hələ sən. Hayda, buna müsibətdir. Neynim məndən? Görəsən neynim? Polisə zəng eləyəm. Bəlkə polisə.
Zahar buradadır. Buradadır. Hə, buradadır. Çox fikirləşdin, nə Tural, nə deyirsən? Denən buraxsınlar. Bayaqdan elə bir söz deyirsən, denən buraxsınlar. Ya gedək qaytarım da səni. Demə də, ayıbdır, mən oradan çörək pulu qazanıram axı. Ya kişi, gedək zibilivi qaytarım da nə istəyirsən, neysən? Yox, o iş elə olmur da. Birinci gedək notariusa adıma keçirək, ondan sonra deyirəm, ağsaqqalı buraxarlar. David, uzatma da, deyirəm ki, denən buraxsınlar, gedə verim. Uzadan sənsən, burada olduğumuzu gedib həll eləmişdik. Yaxşı, gəl. Sənədlər üstündədir. Hə, maşındadır. Bir şey deyim, mənim maşınım benzin çox içir. Səninki nə gedək, sonra məni düşürərsən də, bu aralar kasıbçılıqdır da, bildiyinə görə obyekt məndə deyildi ona görə. Sonra da burnumu qıra bilər, hə? Yox, onda mən özüm gedirəm. Sən bütün bunları gəlib mənə niyə deyirsən ki? Necə yəni? Başa düşmədim. Burada başa düşülməyəcək nə var ki? Deyirəm ki, bu məsələlərin, bu olanların mənə aidiyyəti yoxdur. Cavid edib, hər kim edib. Mənə nə? Niyə gəlib mənə deyirsən? Sən niyə belə danışırsan Zaur? Mən elə lazım olan kimi danışıram. Sən özündə deyilsən Zaur. Sən mənə nə vaxt tanıdın ki, biləsən necəyəm? Bəlkə elə mənim olalım budur. Yox, sən dəqiq yaxşı deyilsən. Mən yaxşıyam, hər şeydə qaydasındadır. Belə ucuz, lazımsız məsələlərə ayıracaq vaxtım da yoxdur. Düzdürsən. Səhv məndədir. Gərək mən bura gəlməzdim. Bəli, gəlməməliydim. İndi gedə bilərsən. Gedirəm. Zahar buradasan. Zahar. Nə olub? Yaşarı aşağıda ambarda tutub bağlayıblar. Başa düşmədim. Nə bilim o Caviddir, kimdir, nə zibildir. Mən qıraqdan baxdım, başa düşmədim heç nə. Yəqin onun işləridir də. Qurban olum, gəl də tez elə də, gəl. Mənim üstümə nəyə gəlmisən ki? Bəs hara gedim? Mənə nə? Gəl kömək elə də. Eləməliyəm. Bəs mən neyniyim? Zahar, bəs kimin üstünə gedim? Gəl kömək elə də, gec olaraq sonra. Yerini də bilirsən də, zəng elə polisə gəlsinlər ki. Ay nə polis, birdən gec oldu, birdən çatdırmadılar. Narahat olma, pis insanlara heç nə olmur. Ya da ən yaxşısı oğluna zəng elə, o Superman oğlu var onun. Özünü çatdırar. Oğlundan Turala. Görüm. Tural, salam. Eşidirəm. Yaşarı tutub. Xəbərim var. Obyekti qaytarım, buraxacaqlar. Bəs mən polisə xəbər eləməyim? Heç kimə demək lazımdır. Nə deyir? Heç nə deyir ki, polisə xəbər eləmə. Obyekti dedi, obyekti qaytarsam buraxacaqlar. Görürsən, sən də nahaq yerə həyəcanlanırsan. Sən niyə birdən-birə belə oldun? Hə? Birdən-birə olmadı Arzu. Son damlası Fəridə idi.
Neynirsən gözəl? Heç nə, özümə çay süzmək istirdim. Elə? Hə. Əcəb eləyirsən. Yaxşı eləyirsən. Görsən də bu evdə hər gün bir action olur. Düzdür. Deyirəm bəlkə mən də bir action yaşayım, hə? Başa düşmədim. Yəni sən hiss eləmirsən özün mənim baxışlarımdan, danışığımdan, himcimdən, heç nə hiss eləmirsən. Ay həkim. Nə? Nə oldu? Nə həkim yenə? Biz axı danışdıq. Mahir. M-H-R-I-A-A Mahir. Vəssalam. Axı evdə adamlar var. Olsun da evdə adam. Bu dəqiqə burada kim var? Biz burada ikimizik. Təkik. Ona düşdün? Neyinirəm, əllərini tuturam da. Ayıbdır axı. Yox, nədə ayıb olan? Kimə görə ayıbdır? Nəyə görə ayıbdır? Nə olub? Siz evlisiniz. Mən də sizin həyat yoldaşınıza baxıram axı. Olsun da. Həndəla. Siz yox, sən. Başa düşdün? Bir də ki, evli olanda nə olur burada? Bax da, burada qabahat nə var ki? Neyinirik biz? Elə şey olmur axı. Necə olmur? Biz kimin toyuğuna kiş deyirik axı? Buyur. Ayıbdır, nə bilim. Əsas odur ki, sən mənim hisslərimi bilirsən. Ay, sağ ol. Mən bunu lap çoxdan bilirəm, elə sizin baxışlarınızdan. Amma yenə deyirəm, bu düzgün deyil. Özdə ki, məndən qarşılıq gözləməyin, ha. Yox, mən istəmirəm qızım. O halda deyiləm. Yaxşı. Nəzərin, uşağın yeməyə qabını axtarıram bayaqdan. Burada deyil təsadüfən. Buradadır. İndi yuyub gətirərəm, narahat olmayın. Solmaz xanımın yanındayım qızım. Nəsə lazım olsa? Yaxşı. Siz çay istəmirsiniz? Yox, sağ ol. Onu yuyub gətirərsən uşağın yanında olacaq. Yaxşı. Eşidirsən məni? Gel oradan bir stakan su yat. Başqa istəyin? Hələlik bu bəs eləyər. Ağsaqqal adamsan, imkan ver işimizi görək. Ne işin var səninlə? Ne işin var? İt kimi şeysiz də. Hara göndərirsən orada gedin. Get bir stakan su yat oradan. Elə bil çox oldu. Çox oldu deyəndə çox olsa nə olasın ki, ha? Ha? Özünə hörmət elə ağsaqqal. Bura bax, Bırax onu. Bırax deyirəm sənə, yoxsa bu dəqiqə polis çağıracağım. Polis çağırmaq istəsən indiyə çağırmışdın. Bırax deyirəm sənə, bırax kişini, bırax bu dəqiqə. Arzu get buradan, get. Hara gedim, Yaşar, polisə zəng vurun. Get deyirəm, get. Yo, belə buraxa bilmərəm. Gəlmə, sənə, Tahir. Necə
Ayça. Hardayam mən? Xəstəxanadayıq oğlum. Xəstəxana? Fərdanı bəs. Hə. Niyə gəlmir mənim yanıma? Fərdə? Hədə Fərdə. Niyə gəlmir? Axından çox onu görmək istəyirəm. Niyə gəlmir? Yoxsa zahar qoymur gəlsin? Yox. Yox, qurban olum oğlum. Yəni əlbəttə gələcək, evdədir, gələcəksən. Sən daha rahat olma, gələcək. Fərdə gəlir nədir papa? Ha? Niyə heç biri gəlmir mənim yanıma? Papa da gələcək, Fərdə də gələcək. Sən biraz sakit ol, yat, dincəl. Gələcəklər. Ama Fərdə mənə əsəbi değildi. Fərdə yox, əsəbi değildi. Değildi, yox, değildi. Bilirsən, mən ona söz vermişəm. Söz vermişəm ki, bundan sonra hər şey yaxşı olacaq. Söz verdim ona. Hər şey bundan sonra yaxşı olacaq. Əlbəttə yaxşı olacaq. Hər şey yaxşı olacaq. Sen bayaq hara getdin, gəldin? Mən? Sen səhər getdin. Sonra qayıtmadın. Mən fikirləşdim, yəqin Fərdə gələr. Amma nə Fərdə gəldi, nə də sən. Fərdə niyə gəlmir axı? Yox oğlum, yox. Gördüm ki, burada elə bil ki, biraz havam çatışmır, çıxdım hava almağa. Heç yerə getməmişdim. Mən də çıxım hava alım da. Elə Fərdə də, dinən Fərdiyə da gəlsin. Gələcək. Gələcək oğlum. Çıxıb gedib bir yerdə havadalarını aradım. Onda zəng vur gəlsin də. Yaxşı. Bayaq zəng eləmişdim ona. Dedi ki, özümü yaxşı hiss eləmirəm. Yəqin indi istirahət eləyir də, həm də yatar. Biraz keçsin, mən ona zəng eləyərəm, yaxşı. Zəng eləyəcəm birazdan. Söz verirsən. Əlbəttə söz verirəm oğlum. Bu nə deməkdir? Sən yat, dincəl, biraz özünə gəl. Zəng eləyəcəm. Amma Ay can, mütləq zəng vur. eləyəcəm. Zəng eləyəcəm. Yaxşı. Yaxşı, yaxşı. Səsini eşitmək istəyirəm. Yaxşı, mən bu. Sən gözlərini yum, yat. Dincəl. Yəqin darıxır indi evdə. Tək Yat. yemək var evdə. Var. Gözlərini yum. Yeməyi də pişirə bilməz. Yaxşı. Gözlərini yum, yat. Yaxşı. Həridə. Həridə. Yaşar, vurma da.
Ben sana ne demiştim? Hı? Demiştim o eğri çeneni kıracağım. Zaur çox sağ ol. Oğlum sağ ol. Bu mənim sizə olan sonuncu yaxşılığım idi. Oğlum, bizim gücümüz bir yerde olmağımızdır. Biz bir yerde olanda güclü oluruq, bunu biləsən. Çünkü biz doğmayıq, bax. Doğmalar belə olmalıdır, bir-birinin arkasında durmalıdır. Mən sizin doğmanız deyiləm. Bunu dilinizə gətirməyin. Nə sən, nə də Tural. Özünü aldatma oğlum. Vallahi özünü aldatma. Biz bir aileyik. Biz birbirimizin tərəfini tutmalıyıq. Sənin yerində olsaydım bu qədər əmin danışmazdım. Vallahi belə lazım deyil. Zahar, belə lazım deyil. Özün də görürsən ki, ətrafımızda nə qədər şərəfsiz, axmaq adamlar var. Özün görürsən, görmürsən başımıza nələr gəlir. Mənim üçün bitdi. Bundan sonra hər kəsin öz yolu var. Vəssalam. Həm də bura sənə ürəyim yanır deyə gəlmədim. Keçmiş iş yoldaşım xahiş elədi. Ona görə gəldim. Bundan sonra da xahiş edirəm, bunlarla bağlı nə olsa məni narahat eləmir. Ümumiyyətlə heç biriniz. Mənim bu ailə ilə bağlı ən sonuncu hisslərim, duyğularım Fərdə ilə bir yerdə torpağa bastırıldı. Dayan. Yaxşı ki, Zaur gəldi. İnanırsan, heç fikirləşmək istəmirəm ki, Zaur sözümü yerə salsa, gəlməsəydi mən neyniyərdim? Çox qorxdum. Tərs damarı tutuver. Sən biraz səbirli ol. Yəqin sakitləşər. İndi yarası təzədir hələ. Yox, sən bunun belə danışmağına baxma. Gördün? Dözməyib gəldi. Sağ olsun ki, gəldi. Bayaq Turala zəng eləmişdim. Allah bilir dəli olub qoy. Qoy ona deyim ki, hər şey yaxşıdır. Hamurumu benim için yoğun. Gel gel ya Tural, gel gel, işimiz soğuktu. Ne oldu? Hı? Sənə demədim məndən oyun oynama, Tural. Keç cavanlığıma da mənim. Ay Tural, ay başıma dönüm. Bəs mənim elədiyim nədir? Bu jestlərin adı nədir? Elə bunlar hamısı sənin cavanlığına keçməkdir də. Yeniymi? Mənəm də arada biraz əsəbləşirəm. Olmaz da. Sən cavan oğlansan. Bilməlisən ki, əsəb insanı çox geri salır. Əsəbləşmək olmaz. Düz deyirsən, düz deyirsən. Bəlkə bir tanış psixoloqun ola. Ha? Psixoloq. Kömək eləyəsən gedib bir müalicə alım. Psixoloq söz vermirəm. Amma belə özüm bir böyük qardaşın kimi məsləhət verə bilərəm. Bax da mənə, görək mən əsəbləşirəm. Lazım deyil. Düz deyirsən. Sən elə örnək olası adamsan. Elədir, yavaş-yavaş başa düşürsən məni. Nəysə.
Çox qalmayaq, gedək imzalayaq. Ağsaqqal da yaşlı başlı adamdır. Çox qalmasın da orada. Gəl. Yox, inansan, əslində fikirləşdim ki, ən yaxşısı mən bunu eləməyim. Başa düşmədim, nə eləməyəsən? İnansan, bu kişi də məni əsəbləşdirir. Nə bilim, dəyməz, hə? Dəyməz bu boyda obyekti ona görə verim. Nə fikirləşsən sən? Bir böyük kimi bir məsləhət ver mənə. Ay, səni zarafatçı. Yox, nə zarafat? Tam ciddiyəm səndən bu dəqiqə. Məzələnirsən sən? Biraz. Tural, oyun oynayırsan məndən. Ayıbdır. Oyun zat nədir? Ağsaqqal adamsan, mən səninlə nə oyun oynayacağım? Tural, bax ha, mənim düşmənçiliyim çox ağır olur. Nə danışırsan? Özüm əlim. Doğrudan deyirsən. Neyniyə bilərsən ki? Misal üçün, düşmən olub neyniyə bilərsən mənə? Bir zəncimə qalarsan, ay bədbəxt. Eləyə bilərsən yəni. Yəni, məcbur eləsən eləyərəm, niyə eləmirəm? Yox, fikrimdən daşındım. Eləmirəm. Get nə istəyirsən elə. Vermirəm obyekti. Başqa sözün. Nəysə. Səndə o ürək yox. Dayan görüm, ya. Deyirəm ki, bir dənə telefonla alo desəm, qalarsan. Onda bir alo elə görək. Lənət şeytana. Sən istədin, ha? İnansan. Elnur, nə inirsən? Yox, Elnur deyil. Yaşar müəllimdir. Nə yaşar? Nə oldu? İndi mən deyim, sən qulaq as. Gör nə deyirəm. Bu dəfə böyüklük məndə qalsın. Bu dəfə mən sənə heç nə eləmirəm. Amma sən öl, özüm ölüm. Əgər bundan sonra mənim ailəmə, mənə və mənim ətrafımda olan kiməsə yaxınlaşsan, nəsə eləsən, sən öl, özüm ölüm, səni öldürəcəm. Özdə mən sözləri sən kimi havaya demirəm, ha, biləsən. Gələn dəfə də o əlivi qıraram sən. Yaxşı. Yaşar vurub adam. Bilirsiniz siz kimə ilişirsiniz? Bitirin də bu düşmənçiliyi. Nəyə vurursan, görmürsən onsuz nə gündədir bu. Yox, bunlara belə lazım. Bunlara belə lazımdır ki, qoy yerlərini bilsinlər ki, kimə ilişirlər bunlar. Nəysə, gəl.
Bəs bu burada qalsın. Əgər cəhənnəm olub qalsın da. Tural gəlir özü bilər. Buraxar, buraxmaz. İstəyir laf öldürsün. Ay Yaşar, yaxşı da. Gedək səni düşürdüm. Mən oradan sonra getməliyəm. Hara gedirsən ki? Xəstəxanaya gedəcəm. Bəs biz getməyəcəkdik. Uy, hə. Zaksa getməliydik. Gedək birbaşa. Yox, ya da bu gün qalsın, başqa gün gedərik. Elə şey olar. Sən get xəstəxanaya da. Elə şey olmaz da. Bugün işini sabaha qoymayaq. Öz tahtalar nə deyib? Nə deyim? Xeyir işi uzatmaq olmaz. Onu kim deyib? Görsən, bu günlər ola bilərdi ki, mən öldüm. Allah uzaq eləsin. Elə şərəfsizlər öldürər də. Bunlara nə var? Nə olacaqdı? Onda işimiz yarımçıq qalacaq. Dur, getdik. Hərdən elə gəlir ki, adamlar dəyişib. Yəni, inkişaf edib. Qızım, mən səni narahat görürüm. Turaldan bir xəbər çıxmayıb, ona görə narahatam. Sən girədə. Narahat olmayıb. Turalı dəyirmanın gözünə ölü salsan da maşallah diri çıxacaq. Heç nə olmaz. O gələnə kimi rahat olmayacam mən. Sənə dedim də, sən bax, Mahir əmmiyə qulaq as. İndi birazdan sonra görürsən ki, sağ-salamat gəldi. Turala heç nə ola bilməz, olmaz. Çünki çox diribaş adamdır. Maşallah, Hikmət də böyüyüb ona oxşayacaq. Amma dalaşqan olması da təhlükər Tural kimi. Turaldır. Gördün? Hardasan Tural? Bayaqdan zəng eləyirəm, açmırsan da. Yaxşısan? Dəqiq? Yaxşı, gəl. Biz evdəyik, heç nə gözləyirik sən. Amma biraz tez gəl də, yaxşı? Həll eləyik. Gördün? Nə dedim sənə? Narahat olma. Tural diribaş oğlandır. Hərçənd məndən yola getmir. Nə deyir, hardadır? Deyir, gəlirəm, yoldadır. Sən də gördün? Mən dedim, qutardı. Sənin bacıoğlun nə qədər dalaşqan olsa da çox qoçaq oğlandı. Görsən? Gəlir. Evdəsən də qızım? Hə, əlbəttə, Tural gəlir də. Yaxşı. Siz evdə olun. Mən işə dəyim, xəstəxanaya dəyim, gəlim. Yaxşı. Darıxma həyatım, tez gələcəm, hə? Daha mənim də yaşamağımın mənası qalmadı. Nizami! Uşaqlarımın günahını mənə yazar Mahmud.
Məni yetim qoydun Fərdə. Məni yetim qoydun. Götür tez! Tez çattıra! Hayır otobüsü. Hayır otobüsü. Aynur ölme kurban oğlum ölme. Benim yüreğimi partlatma Aynur. Her şey yaxşı olacak. Sen güçlü kızsın. Eşitirsen beni ölme Aynur. Ölme. Yok sağ yok. Değişmek olmaz. Rəhm eləmək olmaz. Unutmaq olmaz. Olmaz. Vəssalam. Artıq biz rəsmi olaraq evliyik. Mən çox istəyərdim ki, bunu yüksək səviyyədə qeyd eləyək, amma çox təəssüf eləyə bilmirik. Heç nə olmaz. Heç nə olmaz. Belə olanda mən narahat olmamaq. Narahat olma da, hər şey yaxşıdır. Belə də ki, istəyirsən qeyd eləyək də. Sən get, hara gedirsənsə ora. Amma tez gəl, nə olar. Mən də bir yaxşı süfrə açım. Nə istəyirsənsə hazırlayım. Bəh. Əla olar, amma sənə əziyyət olar. Nə əziyyəti var? Mənə xoşdur. Quzu kəsərəm sən. Bilirsən, harada qeyd eləməyin nə fərqi var ki? Əsas odur ki, biz xoşbəxtik, bir yerdəyik, hər şey ürəyimizcədir. Elə ən rahatı da evdir. Bunu lap əla dedi. Bircə bəzi məsələlər də olmasaydı, lap əla olardı. Sən narahat olma. Bu məsələlər həll olunasıdır. Əsas sən demiş, bizim bir yerdə xoşbəxt olmağımız bəs eləyər. Qalan işləri zaman daxilində bıraq. Yaxşı. Nəysə, mən səni söhbətə tutmuyum. Sən dur yavaş hazırlaş. Mən getdim. Yaxşı. Tez gələcəm. Gəl çıx da Tural, bayaqdan hardasan? Axşamınız xeyir. Axşamınız xeyir. Gəldim də Dilara, nə olub? Bitdi məsələ. Məsələ zat yoxdur, öldürmüsən, icabitdir də. Boş danışır yalandan. Özdə nə qədər zəng vursan, sən? Bir dəfə yığdım, bildik də. Sən də çox cavab verirsən axı zənglərə. Cavab vermirəm, demək ki, işim var da. Nəsə sən görmürsən ki, adam təhlükəlidir. O təhlükəlidir, mən ondan da təhlükəliyəm. Səndən bacarmaq mümkün deyil. Yaxşı da, olmaz ki. Nəzrin xanım, Bəli. nətərdir xalanın vəziyyəti? Hələ ki stabildir. Stabil nə deməkdir ki? Yəni hələ ki eynidir. Dəyişən bir şey yoxdur.
Amma inşallah düzələcək. Ne bileyim. Xala, ona da hiç baxmır. Ne qoymuş, gizli şeyler qoymuş, var baxır. Nəzrin, sən istəyirsən sən xalanı apar dərmanlarının vaxtıdır. Yaxşı, mən gedim. Gedək. Gəl kömək edin. Narahat olmayın. Ha, elə yox, elə çıxartma. Belə baxırsan, elə çəkil görüm. Çəkil, çəkil, girdim kaminə. İndi bu kamin yansaydı, bu arvad yanmışdı, ha? Allah eləməsin. Allah eləmir, siz eləyirsiniz. Çəkil görüm. Davay yapar. Git, git. Çubuk da öldürdü məni. Bu şəxsiyyət Zəhranı. Bəs edə Tural, niyə belə deyirsən ki? Şəxsiyyətsiz. Doğrudan haradadır? Yox. Xəstəxanadadır. O xəstəxanada nə işi var ki? Tahirə baş çəkməyə gedib də. Deyirəm, bax sən kimsən də, Tahirə baş çəkirsən. Tural, boş şeylərə çox fikir verirsən, hə? Çay gətirim sənə? Gətirəm, gətir. Özümə də gətirmədim. Əsmər, axşamın xeyir. Mən gəlmişəm sizin qapının yanındayam. Çıxa bilərsən çölə. Xahiş edirəm. Xahiş edirəm, gəl, söz deyəcəm. Gözləyirəm. Götürməyəcəksən. İndi bu nə deməkdir ki? Bu üzrxahlıq güllərdir. Üzr istəyirəm. Günorta səndən kobud danışdım. Xətrinə dəydim. Götürmürsən? Bağışladım. Sağ ol. Əsmər, bu aralar əsəblərim yerində deyil. Özümü də yaxşı hiss eləmirəm. Ola bilər. İstəmədiyim sözlər çıxır dilimdən. Ona görə mənə çox da fikir vermə. Yaxşı? Mən istəyirəm sən yaxşı olasan, Zaur. Mən yaxşı olacam. Əsas odur ki, sən yaxşı ol. Məni bağışla. Bağışladım. Çox qəşəngdir. Sən burada nə işin var, hə? Mahir, ne oldu? Otur, otur, otur. Cevap ver də. Həkimlər nə dedilər? Olmaz. Sənə pis xəbər vermək olacaq mı? Nə pis xəbər. İnşallah diaqnozda yanılarıq. Amma görünən odur ki, Tahir təzədən psixoloji sarsıntı keçirə bilər. Nə danışırsan sən? Elə şey olar. Sağalmışdı Tahir. Elə şey ola bilməz. Hələ ki, sən səbirli ol. Amma reallıq budur da. Nə danışırsan sən? Tamam sağalmışdı Tahir.
Aylarla müalicə almışdı mənim oğlum. Tamam sağalıb qayıtmışdı. Evə qayıtmışdı. Tamam da sağalmışdı. Bilirsən nə qədər müalicə eləmişdik onu? Elə şey olar. Sakin. Yenidən necə xəstələnə bilər, necə sarsıntı keçirə bilər Almaz, bu. sən sakin. Mən onu təzədən elə görsəm ürəyim partlayır, ölərəm. Dözə bilərəm, elə Almaz, bilirsən. mən bunlar Əlbəttə ona... dözə bilmərəm. Mən bunu ona görə demədim ki, sən təzədən isterika yaşayasan. İnanmıram. İnanmıram Tahir təzədən Sakit ol da, indi bax... İnanmıram. Mən inanmıram ona. Sakit ol. İnanmıram. Sakit ol. Ola bilməz. Sakit ol. Mən Tahir bir də elə görsəm ürəyim partlayır, ölərəm. Sakit ol. Olmaz, sakit ol. Niyə belə olmalıdır? Hər şey yaxşı olacaq. Sakit ol. Dedim, hər şey yaxşı olacaq. Bax, mən yanındayam, ailən yanındadır. Narahat olma. Hər şey yaxşı olacaq. Narahat olma. Narahat olma. Mən yanındayam.